Qrup yoldaşımın doğum günü vloqundan hər birinizə salamlar. Əslində 4 apreldə idi, amma olsun, biz görüşməyə həmişə bəhanə axtarırıq zaten. Əvvəlcə birlikdə hazırlaşaq. Uzun müddətdir qırmızı pomada vurmurdum, amma bu bluza ancaq qırmızı pomada gedərdi. Özümlə əlavə paltar da götürürəm, çünki restorandan çıxıb velosiped sürməyə gedəcəyik. Əvvəlcə elmlərə yollanıram ki, qızları oradan götürüm, həmçinin tortu da almalıydı. Araz marketdən kiçik bir tort seçdik. Bu arada çox xoşumuza gəldi. Dadlı idi, həm də təzə idi, həm də endirimdə idi. Bu arada yol boyu manifestə qulaq asmışıq. İlk çıxanda onları bəyənməmişdim, amma indi çox xoşuma gəlir mahnıları. Biz tavada restoranını seçdik, çox xoşumuza gəldi kombo menyuları. 4 nəfərlik və 2 nəfərlik mix kombo dedik. Dadını çox bəyəndik, hətta nə qədər yeməyi qalmışdı, onları da evə apardı. Birdən ağlıma gəldi ki, sizdən soruşum. Sizcə bu kombin tam olaraq hansı bürcü yansıdır? Tanımayanlar bürcümü təxmin eləsin. Hər nəysə restorandan sonra velosiped sürməyə getdik. Mən uşaqlıqdan bəri skarasına velosiped sürmüşəm və həmişə pedalı arxaya fırladırdım sürəndə. Adilərdə bunun tormuza səbəb olduğunu unutduğum üçün yıxıldım. Vlog bu qədər idi. İzlədiyiniz üçün təşəkkürlər. Sağ olun.